Demək ki, elə bu Sovetlərdə, Şurəvidə də var idi. Seçirlər özü də, yağlı bıdısın götürsünlər. Nərimanovdan və bu günlərdə götürdülər. Sonuncu dəfə bu Xameneyi başqa cür oynadı. Əlində becərmiş o quşunu, o quşqondurmaz quşunu, o Məsud Pezeşkiyan, Puzbəndiyanı, o da prezident eləyir. Day nə istəyirsən, prezidenti də sənə veririk. Sən prezidentin yerinə bir dənə quşqondurmaz oturdun sən orada. Və bu günlərdə bir iddia adamlar, sualıca qaydacam. Bir iddia adamlar otururlar, hətta Bakıdan filan yerlərdən, demək ki, xalasının torbasından bağışlayır. Ey Azərbaycanın güneylər, da görürsünüz də Xameneyi ya qaçacaq, Trump deyir da bu qaçır, elə onun yerinə götürün bu quşqondurmazı. Kimi deyirlər özdə? Bu Puzbəndiyanı, durun onun dalında İran adlanan yeri keçirdin, ələ. Gör, belə nə, bunlar bilmirəm ki, bu Ərəq-i Nabi Məhəmmədi ya bu tutarağı bunların qafasını yeyib Rus istimarı ilə Rus müstəmləkəsi bir yerdə. Ya demək ki, deyirsən, bu onun kadrıdır, o rejimin kadrosudur bu. Bu ağanın tulasıdır, təsməsi onun boynundadır. Və 2 sənədən də çoxdur ki, bir dənə mahnı tutuzdurublar ki, çəkirin, day gəlir özü Puzbəndiyan nəçidir, neyniyəcək filan, rejim var. Bu Fars dövlətçiligidir, irtidat çulğalanıb. İndi Cənab-ı Pompeo çıxır, deyir ki, yeni nəğmə çalır xalq mücahidləri. Bir yandan da bu, İran adlanan yerdə belə var. Amerikada da çəkişmə gedir. Ağ evlə bunların arasında və respublikancıların, cumhuriyyətçilərin özündə. O xanım Laura xanım ki, elə indi də Trump'ın sağ əlidir və jurnalistdir və onun yandaşı. Elə bir yandan o deyir ki, ay Cənab-ı Trump, demək ki, götür da bu Məhəmmədcan oğlunu da çağır bu evə, bu 6 güşəli evdə ondan bir görüş. Axırda da razı eləyiblər ki, o Malaragova çağırsın orada, evinə Florida'ya. Orada ki, hələ deyirlər belə. Amma o ayından da həmin xanım deyir ki, biz respublikancıların içində, indi bu Pompeo ki, ən azı, onun zindanını gözləyir, sənədləri da, Amerikanın təhlükəsizlik sənədlərini götürüb aparıb, nə mənə, bunu da, Boltonu da zindan gözləyir Amerikada. Amma bunlar öz içində, respublikancıların öz içində, bunlar başlayıblar, bunlara qarşı açıqlamalar gedir, çəkişmələr gedir. Məsələ var ki, mücahidlər gediblər, xalq mücahidləri, adı da özdə xalq mücahidləri. Hər nə mənə terörist var və demək ki, millət düşmanı var, Türk düşmanı var, tez də onlara bir dənə xalqın nəmdə filanına cami təbəqi, bir təbəqi tohidi gətirəcəkmiş, Məsud Rəcəbi. Sözüm onda yox. Məsələ buradadır ki, Azərbaycan türləri bunların mahiyyətini tanıyır, bilir bunlar kimdir. Yox, ay Dadavay Əbri Şəmsidən, nəm demək ki, Abbas Davəridən, ay demək ki, Musa Xiyabanından, ay filan, Həmid nə deyir sizə, filan kəslər binövrəsində qoydu, hankəs də Hənif Nəşad, nə filan, neyinin binövrəsini qoydu. Yanlış hərəkət ediblər, bir dənə demək ki, irticacıymışlar, qafaları işləmirmiş. Ya və demək ki, yox, bunlar şaha qarşı mücadilə aparmışlar. Elə şaha qarşı bir hakimiyyəti istəyirlər. Bugün də İran adlanan yerdə çeşitli dəstələr var. Məhəmməd Rızanın oğlunu atırlar ortaya, hakimiyyəti götürə. Bu o mənada deyir ki, millətlərin azadlığı, demokrasinin güclənməsi, parlamentarizmin güclənməsi, cumhuriyyətçiliyin olması. Biz Azərbaycanlı olaraq bu yalancı qondarma oyunlardan şahsılıq usul idarəsi Azərbaycanlılar buna tübürüblər. O tay bu tay bütün Azərbaycan. Türkiyədə bu türk milləti istər Qafqazlarda, istər Azərbaycanda şahsılıqdan keçiblər. Çıxırlar Türkiyədə birdə də, ay biz Osmanlı çocuğu, Osmanlı adına millət yoxdur. Türk milləti var və bunun da şah əsəri Mustafa Kemal Atatürk'ün silahdaşlarıyla birlikdə Türkiyə Cumhuriyyəti dövləti, cumhuriyyətçilik, parlamentarizm, demokrasi və Azərbaycanın quzeyində Azərbaycan Xalq Cumhuriyyəti, Məhəmməd Əmin bəy Rəsulzadə, cumhuriyyətçilik, nəşə açılır, geri qaydırıq, geri sayırıq. Ya demək ki, bu geri qafalı xalq mücahidləri və bu Məhəmmədcanın oğlunu oturublar, artıblar ortaya, ay bəy. Bazar qızışdırırlar. Ada onu istəmirsən, bunu götür. Bunu istəmirsən, bunu götür. Ondan sonra da yaxud Trump da bu günləri danışıqlar gedir qapalı qapılar arxasında. Ay demək ki, bu pastarlarda hansı bir mallacığazdan çıxardacaqlar ki, da götürün də televizyonları da BBC-dən, xalasından Voice of America açdılar, Voice of America'nı bağlamışdılar. Götürəcəklər, şeypura basacaqlar, da götürün də rəhbər yollayıb. O dünya, o dönəm bitibdir. Burada bu günləri Türk milləti bilir nə mənədir. Azərbaycanın güneyində də 4-5 dənə cocuğu ortaya atırlar. Ay demək, hətta bəzi vaxtlarda ay siyasi təşkilatlar, nəmnəmələr çıxırlar ki, yox da bizim prezidentimiz. Nə prezidenti? Sən seçkiyə gedibsənmi? Sən demək ki, azad reklama gedibsən, təbliğata gedibsən. Adam demək ki, Azərbaycanda milli hərəkatında Abbas bəy Lisari kimin hükümü sındırıb götürübsən demək ki, seçilir. Bir dəfə Mahmud Əli Çeyrəcanlını göndərdiniz ortaya.
neynədilər? Aldılar səslərini də əlindən, gecə ilə də tutdular, basdılar, belində qırdılar. Hələ də gedib ərəb neynəyəndə, Cəlay Vətən. Tutardı. Süz gəzən keçmişdi də. Və nə oldu? Gördülər Azərbaycan iyisi gəlir. Deyir, Səttarxanın çəkməsini giyəcəm. Yox, yerə demiş Xumeyninin sarığını qoyacaq. Onda xoşlarına gələrdi. Səttarxan adı çəkmə. Ona görə keçmişlərdən dərs alaraq Dünən, İsrağagün 100 il bundan qabaq boşa hər şeyə baxmaq, yol xaritəsi aşkar olmalıdır. Azərbaycanın güneyində hərəkat, milli hərəkat deyəndə millət, millət deyəndə türk millətinin. Əsas burada budur. Aynən hüquq gətirəcəklər. Ay demək ki, Amerikadan belə dedilər, Amerikadan belə. Amerikalıların özlərinin öz xeyirləri var, öz çıxarları var, öz mənfəətləri var, öz dövlət mənafələri var. Burada Trump da deyir ki, hər şey Amerika üçün. Deyir də, özü deyir, öz işini də görür. Amma bu günləri Azərbaycanda, Azərbaycanın güneyində biz 4 dənə, 5 dənə, 3 də deyirik. Milyonlarca Azərbaycanlıdır. Və hələ bu bəs görmüşümü bir ayaqda olan, bizim xoş taleyimizə baxaraq ayaqda olan bir cumhuriyyət var, bir dövlət adımıza var. Və orada da o bəzi vaxtlar tapılır 4-5 dənə oğru məmurdan zatdan. O dövlət deyil. Azərbaycan dövləti var. Onu demək ki, bərpa edən, onu quran bir millət var Azərbaycanın quzeyində. Və Türkiyədə ay kimsənəm həmd olsun, nəm filan elə deyil. Türkiyədə böyük türk milləti var. Sabahları Azərbaycanda bir dənə demək ki, taqqıltı olanda hələ işin başlanğıcıdır. Onu da siz də buyurdunuz. Bu günləri misal üçün 24 saatdır, keçən günlərdə o yarımçılıq interneti demək hərdən biraz bir tərəf boşluq olaydı. Bu günləri hamısı bağladılar. Tamamilə bağladılar. Dünəndən internet İranda tamamilə bağlıdır. Tamamilə bağlı. Amma zamanda nə Tehran rejiminin xeyrinə gedir, nə irticaçıların, nə filanın, nə ay gələcəklər bir özəlliklə Azərbaycan türkünə də İran adlanan yerdə əsarata alınmışlar. Yəni millətlər bilmirlər ki, bu Pəhləvi sülaləsi nə gətirdi bunların başına və bilmirlər ki, bunun bu Pəhləvi sülaləsinin davamçısı, yəni onun torbasından çıxıb bu irticaçı, işğalçı, adamiyən rejim bu millətlərin başına nə gətiribdi? Aya demək ki, çünki Əjdər Tağızadənin uşağını öldürməyibdi. Qızın gəlinin oğurlayıb aparıb təcavüzə məruz qoymayıbdi. Onda demək ki, heç zad eləməyək. Xeyr, millətlərin qapısından gəlib indi də qızın, uşağın, arvadın çəkib işkənciyə, təcavüzə, irzinə gezibdi. Çörəyin kəsibdi, dədəsini yandırır. Hər bir insanın başında bir bəsici, bir itilat, elə Pəhləvi sülaləsində də bu idi. Hər kəsin başında bir savaki və bir də demək ki, ayrı dəstələr yaratmışlar. Demək ki, çeşitli adamlarla hamını gözləyün, hamıdan xəbər gətirin filan. Adam evində yatanda dedilər, sən belə yatıbsan, sabah yorğanının altını da bilir. Buna da fəxr edirdilər. Necə ki, Şurəvidə də deyirlər, amandır, soğuğu piləyə-piləyə işte. KGB bilir. Amma o KGB-nin də gözü kör elədi bu millət. Soveti də Azərbaycandan qoğa-qoğa çıxartdı və Rusu da Azərbaycanın demək ki, topraqlarını geri qaytardı. Savaşdı bu millət. Azərbaycanda dövlət bərpa elədi. Bu günləri Azərbaycanın günəyində Sayın bəy, baxmayaraq ki, bəzilər çıxır, bu xaricdə oturublar. Necə xaricdə oturublar? Xaricdə oturub deyil, türlüyünü unudubmu, millətini unudubmu, vətənini unudubmu? Demək ki, adamı demək ki, Cəlay Vətən ediblər, vətənini oğurlayıblar, millətini oğurlayıblar, yurdundan, yuvasından ediblər. Necə başqa millətlər kimi 3 milyondan artıq Azərbaycanlı dünyada yaşayır. Onlar siyasi olmasalar da belə, amma Azərbaycanlıdırlar. Bir vətəndaş kimi yarın, sabah bunlar hamısı dünyada bilirlər. Mən getmişəm, bu dünyada azad olan ölkələrin demiyorlar ki, %90'da getmişəm. Gedirsən, danışırsan, getmişəm. Washington'da görmüşəm, Patrice Lumumba-da, bağışla onu üzr istəyəm. Amerikada ən Hopkins'də universitet müəllimidir. Və demək ki, NATO'da çalışır, başı demək ki, füzə başlığı düzəldir. Amma Azərbaycanlıyam deyil, Türkəm deyil. Gəlib siyasətə qatılmır ya. Demək ki, mənlə bir təşkilatda işləmir. Onda demək ki, bu da elə deyil. O istəyir ki, demək ki, Los Angeles'də adamı görəndə gördüm gövdələni var. Adam axırda deyir, danışanda dedi, bilirsən arzum nədir? Dedim, nədir? Dedi, arzum budur ki, mən bu Amerikada dədəm yanıb. Bu gövdələn mənim. Amma arzum budur, gedən bir gün o biləsi var da, bir dənə orada demək ki, əczacı fabrikası yaradam. Bu vətəndaşdır, bu Azərbaycandır. Azərbaycanın o 40 milyonu da bu günləri biridənin xamlıqdan, nə bilim, savadsızlıqdan gah elə görürlər və çıxır Azərbaycanda, Bakıda. Bəzi demək ki, halal süt əmməyənlər, süt bozuqlar. Ay o güneydəkilər 100 il geridədirlər. Ay biri çıxır ki, o güneydəkilər hələ geçsin Tehrandan, Farslan otursun, xod muxtarlıq yarasın. Federalçılıq hələ gedin, düşün Pezeşkanın dalına. Pezeşkan kimdir? Bu Pezeşkan bu millətin əyağının altının demək ki, tozu da ola bilməz. Mən